Xəyanət serialı 511-ci və 512-ci bölüm analizi. Dəyərli izləyicilər, videolara bəyəni az gəlir. Zəhmət olmasa videonu bəyənməyi yaddan çıxartmayın. Anbarı yandırmasına görə polisə gətirilən Zaur həbsə düşməli idi. Yaşarın Zaurdan şikayətçi olmasında səhv addım yoxdur. Çünki bu adam intiqam uğruna başını itirib və indidən cəzası verilməsə gələcəkdə ölümə yol açan hadisələr törədə bilər. Vəziyyətdən xəbər tutan Süleyman isə həm Yaşara, həm də Turala yanan malların qarşılığında pul təklif edəcək. Ancaq nə qədər düşmən olsalar belə Tural qohumunun zindanlarda yaşamasını istəmir. Ona görə də atasının şikayətini geri götürüb dayısı oğlunu müstəntiqə qarşı müdafiə edəcək. Müstəntiq çox gözəl başa düşür ki, Tural Zauru qorumaq üçün yalan danışır. Amma zərər çəkən şəxs onlar olduğu üçün ortada şikayət olmadığına görə Zauru sərbəst buraxacaq. Zaur isə Turala təşəkkür etməli və düşmənçiliyi bitirməlidir. Mahir şor gözlüyünə qaldığı yerdən davam edir. İndi də xəstəxanadakı gənc həkimə gözü düşüb. Solmaz, sən bacının yanında əlini tərifləyərkən Mahir arxanca iş çevirib sənə xəyanət etməklə məşğuldur. Üstəlik keçmişini xatırlamaq üçün dərman qəbul etsə də xeyri yoxdur. Çünki Mahir keçmişini xatırlaya bilməsin deyə dərmanları dəyişib. Lakin heç bir günah cəzasız qalmır. Mahir qadın görəndə özünü itirdiyi üçün nə vaxtda özünü ələ verib Solmazın radarına düşəcək. İzlədiyiniz üçün təşəkkürlər. Hörmətli izləyicilər, videoları bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın. Digər təxmini analiz videolarında görüşənədək.